iddialarla tanış değilim ama yaxşı olar ki Nemət Tananın əlində olan materialları Dövlət Təhlükəsizlik Xidmətinə təqdim eləsin. Çünki orada cinayət işi gedir. Ən yaxşısı odur ki, bunu gəlib şou düzəltməsin. Əgər onun əlində hər hansı bir fakt varsa mənlə bağlı, Ramiz Mehdi'nin mənim əlaqəmlə bağlı və yaxud da təkcə Ramiz Mehdi'nin yox, mənim özümün Azərbaycan dövlətçiliyi ilə bağlı hərəkətlə işləşmə. Hər hansı bir şübhəsi, hər hansı bir məlumatı varsa, Dövlət Təhlükəsizlik Xidmətindən rəsmən müraciət eləsin. Müraciət eləməsə deməli o böhtancıdır da. Bunun başqa adı yoxdur ki. Siz Ramiz Mehdiyevlə bağlı kitabda sizin yazınız varmı? Çünki Nemət bəy bildirir ki, orada Sərdar Cəloğlu'na aid də və Ramiz Mehdiyevi müqayisə edir böyük tarixi şəxsiyyətlərlə və s. Bu cümlələr, bu fikirlər sizə məqsəd? Gözünün içinə qədər yalan deyir. O kitabı mən paylamışam. O kitabda Ramiz Mehdiyevin Azərbaycan xalqının başına onun apardığı siyasət hansı oyunları gətirib, özəlləşdirmədən nə baş verib, keçid dövrü niyə uzadılıb düşünülmüş şəkildə, iqtisadiyyatda hansı işlər baş verib, hüquq sferasında hansı işlər, kadr siyasətinə, seçkilərdə. Yəni mən həmin kitabda 500 səhifə Ramiz Mehdiyevin Azərbaycan xalqına hansı düşmənçiliyi söhbət elədiyini açıq təşkil kitab ortalıqdadır. 5000 nüsxə ilə çap olunur və mən onu Azərbaycanda demək olar ki, əksər siyasətçilərə də ictimai xadı pulsuz paylamışam. Bunu da yazmışam 2010-cu ildə. Mən Ramiz Mehdiyevin haqqında məqalə yazmamışam. Mən Ramiz Mehdiyevin şəxsməli xətaya haqqında məqaləsinə rəy yazmışam. Orada da girişdə yazmışam ki, deyirlər ki, bu məqalənin Ramiz Mehdiyevə heç bir aidiyyəti yoxdur. Bu məqaləni Ramiz Mehdiyev yazmayıb. Amma buna baxmayaraq, onun adı ilə çıxmasına baxmayaraq, burada o qədər bizim milli maraqlarımıza uyğun, şəxsməli xəta ilə bağlı Azərbaycan tarix filmində bu günə qədər deyilməyən elə fikirlər var ki, mən bu məqalədə yazılan fikirləri müdafiə etməyə bilmərəm. Bu məqalədə qalır, bu dəqiqə qəzetdə çıxır, kitabım da bu dəqiqə var. Əgər istəyirsə o kitabı sizə göndərim. Əgər orada Nemət Tanahlı'nın dediyi fikirlərdən milyonda bir qədər həqiqət varsa, mən həbs olunmasam, siyasətdən getməsəm nakişiyəm, Nemət Tanahlı da sübut eləməsə ki, həmin o kitabda mən Ramiz Mehdiyev haqqında bircə kəlmə xoş söz demişəm, onda da o nakişidir. Təhqirsiz danışsaq daha yaxşı olar və mən bir məqamı soruşum. Nemət Pənalı israrla söylüyor ki, sizin Ramiz Mehdiyevlə əlaqələriniz olub, müəyyən ay, müəyyən məbləğlər, vəsaitlər göndərilib, Əli Həsənov vasitəsilə və s. Belə iddialar. Ramiz Mehdiyevlə bağlı, onun dedikləri hamısı möhtamdır. Dedim də nə bilirsə, nə bilirsə, bunların hamısını versin istintaqa. Bu gəlib televizorda şou, bu məni cinayəti iddiam edir, amma istəyir ki, şou düzəltdir. Qardaşım, sənin əgər doğrudan da hansısa bir məlumatın varsa, hansısa bir doğrudan da bilirsən ki, belə şeylər olub, götürver istintaqa bu bir. Deyir, məni çağırmayıblar da, Sərdar bəy deyir, məni hələ istintaqa çağırsalar, bilgilərimi söyləyərəm. Vətəndaş deyil, gəlib sənin televizorunda çıxış edə bilir, Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edə bilmir ki, ay Dövlət Təhlükəsizlik Xidməti, mənim belə faktlarım var, dəqiq. Mən gəlirəm Sərdar Cəloğlu'nun əleyhinə, onun Ramiz Mehdiyevlə əlaqəsi haqqında ifadə verəm. Bunu deyə bilmir. Siz mətbuatda, onunla debatda bildirmişsiniz ki, Ramiz Mehdiyevlə Əli Kərimli qonşu olublar və elə əlaqələri də bir binada yaşayıb. Nemət bəy deyir, mən o binada yaşamışam, elə şey yoxdur, yalandır. Mənim aldığım məlumata görə o binada Prezident aparatının o binası idi. Vaxtilə Əli Kərimli oradan ev vermişdilər, o evi onun əmdən alırdılar. O vaxt Əli Kərimli mənə xahiş elədi ki, qurbana denən mənə vəkillik eləsin, o evdə qalım. Mən bildiyimə görə Eldar Çalayevdir, Fikrət Məmmədov, Fikrət bizim Maliyyə Nazirləri keçmiş. Odur, Nemət Tanahlıdır, Əli Kərimlidir, o cümlədən. Bəylər Əyyubovun və şeyin də orada evi olduğu haqqında məndə dəqiqləşdirilməmiş məlum olsun. Mən də demişəm ki, mən belə işləyik, orada bundan yaşayırlar. Və orada Ramiz Mehdiyevin mənzili, ya Nemətin mənzili olması o demək deyil ki, orada yaşayır. Mənzili var, ölkəyə başqa yerdə yaşayır. Mən nə bilim orada yaşayır. Ramiz Mehdiyevin indi 100'dən villası haqqında bilgi var.
Mən nə hansı villasda gedib neçə gün yaşayıb. Aydı, Amma haqlısınız. deyirəm ki, o bina prezident aparatının işçilərinə verilmiş binaydı. Xalq dəfəsi vaxtı Əli Kərimli oradan 2 otaqlı təbirəmizdə ev vermişdilər. Sonra onun əlindən almaq istəyirdilər. Sonra Qurban onun vəkili oldu. Sonra o qaldı orada və o binada qalır. Və mən də Əli Kərimli ilə bağlı dediyim fikirləri elə belə durduğum yerdə Əli Kərimli ilə Əli Kərimlinin mavini məni ittiham eləyib. Mavini deyəndə yaxın adamları. Bəli. Mən orada cavab vermişəm ki, siz gedin Milli Şurada oynadığınız oyunlara cavab verin. Bəli. Amma Yəni, indi də Nemət baxın, bəy deyir ki, Deniz xan bir dəqiqə qulaq as. buyurun, qulaq asıram. Vüqar bəy tutulub sizin qəzetdə də belə məlumatda yazırdınız ki, Ramiz Mehdiyevə görə tutulub. Yox, Ramiz Mehdiyevə görə birinci mənə Sərdar bəy mənə heç ayıb deyil. Mən elə bir şey yazmamışam. Bu bir. İkincisi Sən Ramiz yazmaqsan sənin mənsub olduğun Sərdar bəy sən yox sizlə danışaq bir-birimizə. Çünki mən siz çox sayğı ilə siz deyirəm. Amma mən elə bir cümlə yazmamışam ki, sizin olsun. bəli. Vüqar bəyin tutulması ilə bağlı mən bu efirdə ona azadlıq istəmişəm ki, Vüqar bəy azadlığa çıxsın. Yəni lütfən. Bir dəqiqə qulaq as, nə sizin kvadratı deyirəm. Orada belə bir məlumat verdiniz ki, Vüqar Məmmədov da Ramiz Mehdiyevə görə tutulub. Ramiz Mehdiyev işinə görə neyse. İşi yoxlayandan sonra onun reklam haqqında qanun pozması ilə bağlı saxlayıblar. Evet. Yəni nə demək istəyirəm? Artıq Milli Təhlükəsizlik Nazirliyində bu məsələ xidmətində ətraflı araşdırılıb. Amma doğrudan da Nemət Pənahlının əlində bir faktlar varsa şov düzəltməsin. Nemət Pənahlının dediyi iddiaları mən sizə dedim. Burada da özü də studiyadadır. Mən sizə o iddialara cavabı verirəm ki, versin Milli Təhlükəsizlik Xidmətinə. Versin deyil Milli Təhlükəsizlik Xidmətinə. Verəcək. Versin desin ki, bu adamın Təbii. dövlətin cinayətlərlə bağlı məndə məlumat var. Yoxsa gəlib gündə televizorda gah çıxır media tükdə başlayır. Aynən Sərdar Cəloğlu'nun dediyi əxlaqsızlığı. Gah gəlir şov düzəldir. Şov düzəltmək lazım deyil. Bizim efirdə elə sözlərə biz icazə vermirik və deyilmədi sizin haqqınızda elə bir söz. Çünki biz sizin şəxsiyyətinizə də hörmət olaraq icazə vermərik ki, kimsə sizin haqqınızda kimsə desin elə söz ifadə. Siz mənə deyirsiniz ki, bu adam çıxıb bizim televizora. Bəli. Sizi ittiham eləyir. Bəli. Mən də sizə deyim ki, Seviz xanım. Bəli. Siz bilirsiniz ki, indi bir ciddi cinayətçi atılıbdır. Bəli. Dövlətə xəyanət və çevrilişdə cəhd. Bəli. Əgər mənlə bağlı, Ramiz Mehdiyev mənlə əlaqəsi ilə bağlı, Nemət Pənahlıda hər hansı bir fakt varsa, Eşitdim hər onu, hansı bəli. bir şayiə şəklində nəsə eşidibsə, Buyursun. getsin bunu rəsmi şəkildə Dövlət Təhlükəsizlik Xidmətinə təqdim eləsin. Aydındır. Yoxsa gəlib televizorlardan şov düzəltməyə ehtiyac yoxdur. Bu cinayət işidir. Burada ağır ittihamlar var. Mən Nemət Pənahlını Ramiz Mehdiyevlə əlaqəli bir adam kimi əlaqələndirməmişəm. Sadəcə demişəm ki, bir binada yaşayır, bir binada evləri var. Bunun Nemət Pənahlınla tutaq ki, bunu özünə niyə götürür? Əgər sən ciddi bir namizlə əlaqən yoxdursa, deyirəm ki, mən də bir binada yaşayım, 10 dənə cinayətçi olur. Bu demək mən cinayətçiyəm. İndi bu niyə düşüb, çırmanı düşüb ortalığa? O da eyni şey sizə deyir ki, nəyə görə Sərdarcıoğlu bu qədər canfəşanlıq edir və bu qədər hündürdən qışqırır. Qarşılıqlı bir ittihamlar var, bəli. Mən deyir də niyə eləyirəm? Buyurun. O görünü izləməyib. Ramiz Mehdiyev haqqında ilk dəfə cinayətçi qaldırılanda Natiq Əbilov, Elçin Mirzəbəyli və başqaları sizin qəzetinizdə və özlərinin televizorlarında çalışırlar məni Ramiz Mehdiyevlə əlaqəsi. Mən onlara cavab vermişəm. Natiq Ədilov və bizim efirə çıxmır və bizim qəzetlərə də açıqlama vermir. Kim çıxmır? Natiq Ədilovdan danışmırsınız. Mirzəbəylinin dayanatı siz verməmişdiniz. Natiq Ədilov deyirsiniz, bəy. Natiq Ədilov AXCP-nin fəalıdır və o bizimlə kəskin münasibətlərdədir, bəy. Natiq Ədilov öz televizorunda. Tamam da bizə aidiyyatı yoxdur. Mirzəbəyləri digərlərdə sizin qəzetinizdə, Musavat qəzetində məni çalışırdılar, Ramiz Bey əlaqə, mən onlara cavab vermişəm. Yoxsa nə canfəşanlıq eləyəcəm? Mənə nə var? Kim kimlə əməkdaşlıq edib? Bəli, vaxtında Milli Şura ilə bağlı nə qədər şübhəm olubsa, bəli. O boyda da Milli Şura ilə bağlı mübarizəmə aparmışam, demişəm, göstərmişəm. Ramiz Mehdiyevin Azərbaycana xəyanəti ilə bağlı kitab yazmışam, intervyular vermişəm. Yerdə qalan Nemət Pənahlıda hansısa bir fakt varsa, çox xahiş edirəm, bunu versin Milli Təhlükəsizlik Xidmətinə. Orada bir istintaq gedir. Məni cəlb eləsin istintaqa. Nemətin verdiyi sualların gəlsin faktlarını qoysa da mən də televizordan səsləndirdiyim bütün fikirlərə məsuliyyət daşıyıram.